Mən bir daha əziz rəhbərimiz, seyyidimiz, mərcə təqlidimiz, vəli fəqihimiz Ayətullah Uzma Seyyid Əli Xameneyinin şəhadətini İmam Zaman əleyhissalamın huzuruna və bütün azadə insanlara başsağlığı deyirəm. Allah daha yaxşı bilir öz risalətini, elçiliyi kimin öhdəsinə qoysun. Bu ağamız özü İmam Xomeyni rəhmətlikdən sonra ən layiq bir şəxs kimi Xubreqan məclisinin tərəfindən təyin olmuşdu və uzun müddətdə çox iqtidarla və tədbirlə İslam cəmiyyətini hidayət etdi, xüsusilə ələlxüsus İran cəmiyyətini, İran ölkəsini. Təəssüflər olsun, əlimizdən getdi. Amma eyni zamanda mən keçən verilişdə dedim, yəni şəhidlər ölmürlər və belə şəxslər şəhid olmasa da ölmürlər. Bunlar vəchullahdır. Allahın ismi və sifəti belə şəxslərdə təzahür edib. Ona görə bunlar həmişə kulli şeyin halikun illa vəcəh. Bu şəxslər Allahın seçilmiş bəndələrdir. Bunlar ölmürlər. Bunların zahir cisimlərini tərk edirlər. Mən bu müqəddəmədə istəyirəm hal-hazırda seçilmiş rəhbərimizə öz təbrikimi deyəm və bildirəm və bir daha azadə insanlara və xüsusilə Əmir Əl-Möminin əleyhissalamın şiələrinə, ələlxüsus İran millətinə təbrik deyəm bu mübarək seçimi. Həzrəti Ayətullah Seyyid Mujtəba Xameneyi rəhbərlik məqamına seçildi. Bildiyiniz kimi Xubreqan Məclisi tərəfindən və çox həkimanə bir seçim idi. Ümidvarıq ağanın qanından bunun, Mövlamızın, rəhmətlik rəhbərimizin qanından axır bu şəxsin damarında və 50 ildən çox, 56 il bunun, necə deyərlər, kənarında, əlinin altında tərbiyə alıbdır. Artıq onun səlahiyyəti, biz kimi səlahiyyət barəsində, səlahiyyət ölçənlər ölçüblər və mən təbrik deyirəm və bütün Xameneyi ağamıza, yəni rəhmətlik rəhbərimizə, bir vəli fəqih kimi tabi olan bütün itaətçilərə, bütün vilayətçilərə tövsiyə edirəm ki, inşallah həmin yolu davam etsinlər və yeni rəhbərlə beyət etsinlər. İnşallah ümidvaram bu yeni rəhbərimiz də mərhum İmam Xomeyni həzrətlərinin, həmçinin məqam-ı muazzəm rəhbərinin yolunu davam edəcək.